Doktor, bəs qabaqlar indiki düyülərin həlimi olmur, Şamil müəllim. Mən məsələn yadıma gəlir, evdə qabaqlar mən balaca uşaq idim. Bu Sovet hökuməti illərində də. Evdə düyü süzəndə həmişə atam deyirdi ki, suyuna duz atmayın çox, duzlu olmasın da. Mən onun həlimini içəcəm, stəkan süzüb içirdilər suyunu. İndiki düyülərin də həlimi çıxmır, nəysə. Vallahi hər şey dəyişdi kimi düyü də elə bil həlimin yoxa çıxardıb da. O qatı kisel kimi həlimi olurdu. O nəyə xeyir idi, doktor? Düyünün həlimi həmi duz qovucudur. Oynaqları təmizləyir. Həmi də qəbizliyi olan, belə ishal olan adamlarda düyü həlimindən istifadə edirdilər. İshal olan adamlar. Və bundan başqa da B1 vitamininlə zəngindir düyü. O vaxtı qadağan eləyiblər, düyünün çəkiblər, ağ ununu veriblər. Baxıblar, görürlər bir müddətdən sonra bunu atırmışlar, həmişə artıq qalanını toyuqlar yeyirmiş. Baxıblar, görürlər, toyuqlar yıxıldı, yeriyə bilmir. Hamısı şikəst qaldı və yaşaya bilmir. Məlum olur, sonra tapırlar ki, bu vitamin B1 var, berri xəstəliyi. Orqanizmə çatışmırdı, onu vermirlərdi, artıq hərəkət dayanır, məhv olur. İndi yəni düyü çox zəngin biri. Özdə rəhli düyü daha qiymətli Samir bəy. Bu karışın, qəhvəyi düyü var, qara düyü. Qara düyü. Yox, qara düyü. Sırf qara düyü. Sırf qara düyü, Sırf qara düyü, onun qiyməti də 2 dəfə bahadır və keyfiyyət də çox keyfiyyət. Mən Çində onu Pekində aldım. Mən də Kitayda olanda. Ay sağ ol, çox qiymətlidir. Çörəkləri də onların doktor düyüdən deyə. Yəni bundan heç nə yox, çörək yoxdur. Buğdadan olmaz. Yumru belə bizim qurut kimi, yumrulurlar düyünü, o da onun çörəyidir. Bəli, başda pambıq kimi çörək olur. Pambıq biraz acıdır. Biraz şey olur. Yumru olur da. Bəlkə olur biraz ama tez bərk. Çünki nəyə görə? Düyünü mən kimyasıyam da bilirəm. O başqa şeylərin xüsusiyyətlərini demirəm. Düyüdür, buğdadır, kartof, ən çox kartofda nişastı olur. Məsələn, düyüdə 76% nişastadır. Ona görə tez bərkiyir. Nişasta olduğuna görə. Doktor, bəs çox adamda məsəl üçün kartofu soyub qaynadırlar. Mən onda da görmüşəm ki, suyunu içirlər. Kartof, bilirsinizmi? Kartof da özünü yox, suyunu... vitamin C ilə çox zəngin olan bir qidadır. Məsələn, Rusiyada göyərti yox da bilirsən, elə yerlər var, yoxdur göyərti. Karşıqa ilə dolar. Orada kartof onları yaxşıladır. Kartof olmasa məhv olarlar. Onların həyatı kartofun üstündə oradakı vitamin C-nin hesabı. Bir də düyü deyirsən, üz dərisinə xeyri var.